Hər birinizi salamlayıram. Bu günlərin biz sizinlə 1-ci Dünya müharibəsi haqqında danışacağıq. Dedik ki, 20-ci əsrin əvvəllərində dövlətlərarası münasibətlər çox gərgin idi. Yəni yeni xammal mənbələri, eyni zamanda satış bazarları uğrunda mübarizə gedirdi. Həmin vaxtda 2 dənə hərbi blok var idi. Üçlər İttifaqı idi və Antanta idi. Onlar arasındakı ziddiyyətlər 1-ci Dünya müharibəsinin başlamasına gətirib çıxartdı. Burada biz qeyd eləmişik ki, böyük dövlətlərin məqsədləri, yəni 1-ci Dünya müharibəsində iştirak edən böyük dövlətlərin məqsədləri var idi. Məsələn, Almaniyadan danışaq. Xəritə üzərində Almaniyanı işarələyirik. Almaniyanın məqsədi nə idi? Deyirik ki, Almaniyanın məqsədi, bax bu dünya bazarlarında Almaniyanın əsas rəqibi hara idi? Böyük Britaniya. Böyük Britaniyadır, eyni zamanda Fransadır, Rusiyadır. Onları zəiflətmək və onları müstəmləkələrini ələ keçirmək istəyirdi. Bir növ Avropada hökmranlığa nail olmaq istəyirdi. Bəs yaxşı, Avstriya-Macaristan xəritədə qeyd elədik yerini. Avstriya-Macaristanın məqsədi nə idi 1-ci Dünya müharibəsində? O da yeni ərazilər ələ keçirmək istəyirdi və eyni zamanda Balkan yarımadasında nüfuzunu artırmaq istəyirdi. Balkan yarımadasında başqa hansı dövlət nüfuzunu artırmaq istəyir? Rusiya. Deməli, bunların artıq maraqları toqquşurdu. Rusiya ilə Avstriya-Macaristanın Balkanlar uğrunda. Yaxşı, xəritədə qeyd edirik Böyük Britaniya. Böyük Britaniyanın 1-ci Dünya müharibəsində əsas məqsədləri nə idi? Onun da əsas rəqibi Almaniya olduğu üçün istəyirdi Almaniyanı zəiflətsin və onun müstəmləkələrini ələ keçirsin. Yaxşı, gəlin xəritə üzərində Fransaya baxaq. Fransanın məqsədi nə idi? Fransada Frankfurt müqaviləsi ilə Elzas və Lotaringiyanı vermişdi axı Almaniyaya. Onları geri qaytarmaq istəyirdi, yeni ərazilər ələ keçirmək istəyirdi, Almaniyanı zəiflətmək istəyirdi. Rusiyanın da məqsədini dedik. Avstriya, Macaristanın, Rusiyanın məqsədi də Balkanlarda möhkəmlənmək və yeni ərazilər ələ keçirmək oldu. Yaxşı, qeyd eləmişik ki, burada müharibə üçün bəhanə. Gəlin görək, 1-ci Dünya müharibəsinin başlaması üçün bəhanə nə olur? Deyirik 1914-cü ilin iyun ayının 28-də Avstriya-Macaristan taxt-tacının vəliəhdi var idi. Frans Ferdinand. Bu hara gedir? Bosniyaya səfər zamanında orada bir Serb millətçisi var idi. Gavrila Prinsip. Onun tərəfindən öldürülür. Və bu da deyirik ki, 1-ci Dünya müharibəsinin başlaması üçün bəhanə olur. Niyə? Çünki bir ay sonra, yəni iyul ayının 28-də Avstriya-Macaristan deyir ki, terror aktı törədilibdir bizim vəliəhdimizə qarşı və günahkar da Serbiyadır. Serb millətçisi eləmişdi axı. Serbiyaya qarşı müharibə elan edir. Yəni bir terror hadisəsi 1-ci Dünya müharibəsinin başlaması üçün qığılcım rolunu oynayır. Ondan sonra Serbiyanın müttəfiqi kim idi? Rusiya idi. Rusiya başlayır səfərbərliyə. Bəs yaxşı, Avstriya-Macaristanın müttəfiqi kim idi? Almaniya. Almaniya da səfərbərliyə başlayır. Və bununla da artıq deyirik 1-ci Dünya müharibəsi başladı. Nə demişdi Böyük Britaniyanın Xarici İşlər Naziri? Demişdi ki, bütün Avropanın işıqları söndü, yəqin ki, uzun zamanda yanmayacaq. Yəni 1-ci Dünya müharibəsinin başlanmasına bildirmişdi bu fikri. Avropada 3 cəbhə, yəni müharibənin ilk əvvəllərində Avropada 3 cəbhə vardı. Biri qərb cəbhəsi idi, yəni Rusiya, daha doğrusu şərq cəbhəsi idi Rusiya, qərb cəbhəsi Fransa, Böyük Britaniya, bir də Balkan cəbhəsi var idi. Bura biz qeyd eləmişik ki, 1914-cü il hərbi əməliyyatlar. Bəli, biz axı Şlifin planından danışdıq Almaniyadan danışanda. 1905-ci ildə dediyi ildırım sürətli. Güya bunlar ildırım sürəti ilə bir həftə ərzində Fransanı aradan çıxardıb Rusiyaya qarşı müharibəni davam eləyəcəkdilər. O niyyətlə başlayırlar və 1914-cü ildə bir tərəf bir ölkə var idi. Bax, burada balaca işarəliyirəm. Fransa ilə Almaniyanın arasında Belçika. Bu həmin vaxtı Almaniya gedir Belçikanı işğal eləyəndə artıq bir nəfərin də müharibəyə qoşulmağa bəhanəsi olur. Haranın? Böyük Britaniyanın. Böyük Britaniya onu himayə eləyirdi Belçikanı. Bəli, həmin vaxtda artıq onun üçündə şərait yaranır və 1914-cü ildə sentyabr ayında Marna döyüşü baş verir. Yazmışıq bura 1914 Marna döyüşü. Tərəflər kimdir? Bir tərəfdə Almaniyadır, bir tərəfdə də İngilis-Fransız qoşunlarıdır. Onlar arasında döyüş baş verdi və deyirik, həmən döyüşdə elə bir Almanlar gəldi, divara dəydi, dayandı. Bunlar nə qədər ildırım sürətindən güya şimaldan Belçikanı tutub, şimaldan daxil olub Fransanı sıradan çıxartmalıdırlar bir aya, amma alınmadı. Niyə? Çünki müəyyən şeylər nəzərə alınmamışdı. Məsələn, Belçikanın tutulması. Belçika tutuldu, İngiltərədə qoşuldu söhbətə.
Və deyirik ki, Almanların hücumu Marna çayı sahilindəki döyüşdə dayandırılır və Fransa həlledici məğlubiyyətdən xilas olur. Yəni 1905-ci ildən hazırlanıb üzərində işlənilən Schlieffen planı uğursuzluğa düçar olur və ondan sonra Almaniya məcbur qalır iki cəbhədə mübarizə aparmağa, həm şərq, həm də qərb cəbhəsində. Və eyni zamanda bura yazmışıq Tannenberg döyüşü. Bəli, 1914-cü ilin avqust ayında olmuşdu. Hələ Marna döyüşündən əvvəl. Nə ardılar burada? Rus qoşunlarını mühasirəyə, təliyə salıb məğlubiyyəti uğratdılar. Eyni zamanda bura qeyd eləmişik 1914-cü il Yaponiya qoşulur. Bəli, Yaponiya Antanta tərəfdən. Yəni Fransa, İngiltərə, Rusiya tərəfindən müharibəyə qoşulur. Məqsəd nə idi? Sakit Okeandakı Almaniya müstəmləkələrini ələ keçirmək, Çində öz nüfuzunu artırmaq. Düzdür, bu müharibənin gedişinə də çox təsir göstərməsə də, amma 1914-cü ildə Yaponiya Antanta tərəfindən döyüşlərə qoşuldu. Və eyni zamanda bura biz qeyd eləmişik. Nədir bu? 1914-cü il Osmanlı qoşuldu. Düzdür, Osmanlı müharibənin əvvəlində deyir qardaş, mən bir tərəfəm, heç bir tərəfdən deyiləm. Həmin vaxtı bir iki Alman gəmisi gəlir, bunlara sığınacaq verir. Alman gəmisi nəyə gəlmişdi ki bura? Bu Osmanlı müharibəyə təhrik, Rusiya ilə müharibəyə təhrik eləmək. Gəlirlər orada Rus gəmilərini atəşə tuturlar və bununla da Rusiya 1914-cü ilin oktyabr ayında Osmanlıya qarşı müharibə elan edir və Osmanlı məcbur qalır Üçlər İttifaqından müharibəyə qoşulur. Niyə? Çünki Rusiya Antantadadır və Osmanlıya qarşı mübarizə aparırsa Osmanlı da məcburdur ki, Üçlər İttifaqı tərəfindən müharibəyə qoşulsun, amma Osmanlının elə şeylə yaxınlığı var idi müharibədən əvvəl. Almaniya ilə müttəfiqliyi var idi. Bəli, deyirik ki, Üçlər İttifaqı tərəfindən müharibəyə qoşuldu və hərbi əməliyyatlar 1915-ci il yazmışıq. Sarıqamış əməliyyatı. Bəli, biz bunu Azərbaycan tarixində danışdıq. 1914-cü ilin dekabrından 1915-ci ilin yanvarına kimi Qafqaz cəbhəsində olmuşdu Sarıqamış döyüşü. Və Sarıqamış döyüşünə dedik, niyə məğlub oldu Osmanlı? Çünki təchizatı zəif idi, ərzaqları yox idi, geyimləri yox idi. Hətta deyir, orada ölənlərin 50% donvurmadan ölmüşdü Sarıqamış əməliyyatında. Və həmin Sarıqamış əməliyyatından sonra artıq deyirik ki, 1915-ci ildə yazmışıq Çanaqqala əməliyyatı. Bəli, 1915-ci ildə Çanaqqala əməliyyatı başlayır. Nə idi məqsəd? Yəni İngiltərə idi, Fransa idi. Bunlar Rusiyaya yardım eləmək istəyir. Bax, bu Osmanlıdır, xərt üzərində göstərir. Bir dəqiqə. Bax, bu Osmanlı ərazisidir. Bu da Rusiyadır. İngiltərə ilə Fransa gedə bilmir axı. Məsələn, buradan getmək istəyəndə Almaniya qarşısını kəsir, buradan İtaliya qarşısını kəsir. Məcburdur ki, bax bu Fransa, İngiltərə bura ilə gəlib Qara dəniz vasitəsilə çıxış əldə eləsinlər Rusiyaya. Bax, xərt üzərində çəkdim, göstərdim. Keçə bilmirlər axı Qara dənizi. Osmanlının içərisində keçib keçsinlər, kömək eləsinlər Rusiyanın düşməninə. Ona görə məqsəd o idi ki, gedib İstanbulu tutsunlar, Çanaqqalanı ələ keçirsinlər. Yəni bir növ Osmanlı təslim olmağa məcbur eləmək istəyirdilər. Və eyni zamanda Rusiyaya dəstək vermək istəyirdilər. Və deyirik ki, 1915-ci ilin fevralından 1916-cı ilin yanvarına qədər davam edir Çanaqqala döyüşü. Kimlər var idi? Bir tərəfdə Osmanlıdır, bir tərəfdə də Fransadır, İngiltərədir və onların dominionslarıdır. Yəni Yeni Zelandiya və Avstraliya. Və bu quru döyüşləri baş verir. Düzdür, onların təchizatı da çox idi. Amma buna baxmayaraq bir məşhur deyim var, Çanaqqala keçilməz. Bax, buradan gəlib o söz. Çanaqqalanı keçə bilmir o cürə təchizatla, o cürə güclü dövlətlər. Niyə? Çünki Osmanlı, həmin o türklər öz torpaqlarının, vətənlərinin müdafiəsinə qarxırlar. Və hətta dedik ki, Çanaqqala döyüşü türk xalqına kimi qazandırdı. Mustafa Kemal kimi böyük bir sərkərdə qazandırır həmin o Çanaqqala döyüşləri. Yaxşı, buradan keçirik 1915-ci il İtaliya London sazişi. Bəli, İtaliyanı bax bu deyib, bax bu İtaliyadır. Qadın ayaqqabısını oxşayan. Bunu çağırırlar hara? Londona, yəni İngiltərəyə. Kim çağırır? Rusiya, Fransa, İngiltərə. Deyirlər, narahat olma, sənə də müəyyən əraziləri verəcəyik. Zaten bunlar məğlub olacaq. Gəl keç bizim tərəfimizə. Bu da Londonda gizli müqavilə bağlayır və Antanta tərəfdən Üçlər İttifaqına qarşı müharibəyə başlayır. Yəni satqınlıq edir də İtaliya bir növ. Bəli, deyirik ki, həmin vaxt Üçlər İttifaqı artıq nağarır, görürlər vəziyyət pisdir, 3 nəfər qalıblar da artıq. Osmanlıdır, Avstriya, Macaristanda, Almaniyaydı. İtaliyada çıxıb söhbətdən.
Ona görə də Dördlər İttifaqı, daha doğrusu Bolqarıstanı öz tərəflərinə çəkirlər və Dördlər İttifaqı yaradılar. Hətta biz deyirik ki, ona mərkəz dövlətlər də adlandırırlar. Mərkəz dövlətlər də bu Avropanın mərkəzində yerləşdiyinə görə. Və Dördlər İttifaqı yaranır. Yəni İtaliya keçir Antantanın tərəflərinə. Bax 1915-ci ilin yazında. Yaxşı, qeyd eləmişik ki, burada 1915 yeni silah növündən istifadə. Bəli, 1915-ci ildə Almaniya müharibədə 2 dənə yeni silah növündən istifadə edir. Biri İngiltərəyə qarşı sualtı qayıqlardan istifadə edir qərb cəbhəsində. Biri də Belçika tutmuşdu, o İngiltərənin ittifaqında olan dövləti, bir tərəf dövləti. Orada İngilis ordusuna qarşı zəhərli xlor qazından istifadə edir və deyir ondan sonra başlayır da bu qaz maskalarının yaramda bu istehsalına. Ondan sonra artıq o zəhərli xlor qazdan istifadə edir Belçikada. Ondan sonra İngiltərədə başlayır ona qarşı həmin silahdan istifadə eləməyə və ondan sonra o maskalar taxırlar, qaz maskaları. Ondan sonra yaranır o. Eyni zamanda qeyd eləmişik ki, 1916-cı il hərbi əməliyyatları, bəli, İngiltərənin ikili siyasətindən danışacağıq. İngiltərə neyinirdi? Oradan ərəb tayfalarına vəd verirdi, sizə müstəqillik verəcək, üsyana, qiyama qalxın Osmanlıya qarşı. Oradan nədir onun adı? Yahudilər aldadırdı ki, sizə müstəqillik verəcəyin, üsyana qalxın, gəh nə bilim ABŞ-yə deyən bizə kömək eləsin. Bir növ indi necə ki ABŞ ikili standartlarla çıxış elədiyi kimi, o vaxtın da ABŞ-si elə bilin ki, İngiltərə idi. Ancaq yalan-yalan vədlər, yalan-yalan sözlərlə məşğul idi. İkili siyasətindən danışdıq. Bəli, ümumiyyətlə İngiltərənin əsas istədiyi şey nə idi? Deyirdi ki, Hindistana gedən dəniz yolu üzərində İran körfəzi var. Oranı ələ keçirmək lazımdır. Eyni zamanda İraqı ələ keçirmək lazımdır. Lakin keçirə bilmədi. Bunun bu niyyəti iflasa uğradı. Niyə? Çünki biz dedik ki, burada qeyd eləmişik də Kütül-Əmarə döyüşü 1916-cı ildə. Bəli, Bağdad yaxınında Kütül-Əmarə döyüşü baş verir və Osmanlı qoşunları İngilis qoşunlarını mühasirəyə alıb təslim olmağa məcbur edirlər. Və eyni zamanda biz burada 1916-cı il Verden qəssabxanası qayıtdıq Avropaya, qərb cəbhəsinə. Orada nə baş verir? Deyir ki, 1916-cı ilin fevral ayında bu Almanlarla Fransızlar arasında bilmirəm 6 ay mı 10 ay mı belə davam edən bir döyüş var. Verden qəssabxanası. Niyə buna qəssabxana deyirlər? Çünki orada fransızlar 1 milyondan artıq canlı qüvvə itirirlər. Amma buna baxmayaraq həmin Verden döyüşündə deyir ki, Alman ordusunun hücumlarının qarşısı alınır. Yəni onları dayandıra bilirlər. Və ondan sonra deyir ki, məşhur, burada biz qeyd eləmişik ki, 1916-cı ilin yayında Somna döyüşü baş verir. Bəli, Somna döyüşündə neynədir? Dedik ki, İngilislər ilk dəfə tanklardan istifadə edir. Amma buna baxmayaraq çox irəliləyə bilmirlər. Yəni cüzi miqdarda ərazilər ələ keçirə bilirlər. Ondan sonra artıq Somna döyüşündən sonra Almaniya qərb cəbhəsində təşəbbüsünü itirir. Niyə? Çünki görür ki, İngilis-Fransız qoşunlarına qələbə çala bilmir, irəliləyə bilmir və müdafiə mövqeyinə keçir. Ona görə deyirik ki, Almaniya qərb cəbhəsində təşəbbüsünü itirdi. Və eyni zamanda qeyd eləmişik bura 1916-cı il Jutlandiya dəniz döyüşü. Bəli, Jutlandiya dəniz döyüşü Almanlarla İngilislər arasında olmuşdu. Həmin döyüşdə nə baş verdi? Deyirik, heç bir tərəf mütləq qələbə qazana bilmir. Yəni Almanlarla İngilislərin Jutlandiya dəniz döyüşündə uğuru heç biri qazanmadı, heç-heçə bitdi. Və 1916-cı ildə Rumıniya qoşulur döyüşə. Kim tərəfindən? Antanta tərəfindən. Lakin Rumıniya o qədər də güclü olmadığına görə elə 1916-cı ilin dekabrında Avstriya, Alman, Bulqar qoşunları tərəfindən məğlubiyyətə uğradıldı. Yazmışıq 1917-ci il aprel ABŞ qoşuldu. ABŞ niyə? ABŞ əvvəlcə bir tərəf idi. Qoşulmurdu müharibəyə. Və ABŞ neynəmişdi? ABŞ götürüb bunlara borc vermişdi Antanta ölkələrinə. Yəni Fransadır, İngiltərədir. Bunlara borc vermişdi və istəmirdi ki, Antanta məğlub olsun. Çünki Antanta məğlub olsa verdiyi pullar batırdı. Kimdən alacaqdı o pulları? Almaniya qalibdir. Deyəcək tutduğun ölkələrin mənə borcu var, sən ödəginən. Ona görə istəmirdi ABŞ ki, 4-lər ittifaqı qələbə çalsın. İstəyirdi ki, Antanta qələbə çalsın. Amma bir tərəf idi. Amma nə baş verdi? Deyirik ki, artıq Almaniya başlayır sualtı qayıqlar, bu sualtı hücumlar, sualtı qayıqlar vasitəsilə hücumlar eləyir. Bir növ iqtisadiyyata zərbə vurur. Ona görə də ABŞ deyirik ki, 1917-ci ilin aprel ayında müharibəyə qoşuldu.
Sonra yazmışıq ki, nədir bu? 1918 Brest-Litovskaya sülhü. Bəli, separat sülh imzalandı. Kim imzalayır bu sülhü? Dedi axı, bu Şərq cəbhəsində bu Rusiyada hakimiyyət çevrilişi baş verdi, oktyabr çevrilişi 1917-ci ildə. Ondan sonra hakimiyyətə gələn qüvvələr müharibə eləmək istəmirdilər və 1918-ci il mart ayının 3-də Sovet Rusiyası Dörtlər İttifaqı ilə Brest-Litovskaya sülhünü bağlayır. Yəni separat sülh bağlayır və bununla da müharibədən çıxır. Elə bir ondan sonra Almaniya nə edir? Artıq iki cəbhədə müharibə aparmaqdan xilas oldu. Yəni Rusiyada Antanta tərəfdən idi, amma müharibədən çıxmışdı. Və deyir Rusiyanın ardınca da Rumıniya təslim oldu və bunlar nə edir? Almaniyanın işini biraz rahatlaşdırdı. Və hətta 1918-ci ildə Bolqarıstan təslim olur. Niyə? Çünki Fransa, İngiltərə, ABŞ deyir ki, o cəhənnəm Balkan cəbhəsini bağlayaq. Bolqarıstan üzərinə hücum edirlər. 1918-ci ilin sentyabrında Bolqarıstan təslim olur və müharibədən çıxır. Və eyni zamanda 1918-ci il Mudros müqaviləsi yazmışıq. Bəli, 1918-ci ilin oktyabr ayında Osmanlı İmperiyası nə edir? Bu şərqdə gedən hərbi əməliyyatlarda məğlub olur və Mudros müqaviləsi imzalayaraq təslim olur. Birinci Dünya müharibəsində Osmanlı İmperiyası və onun ardınca 1918-ci ilin noyabrın əvvəllərində qeyd eləmişik ki, Avstriya, Macaristan da təslim oldu və meydanda kim qaldı? Bolqarıstan getdi, Osmanlı getdi, Avstriya, Macaristan getdi və Almaniya meydanda tək qaldı. Və həmin vaxtda Almaniyada belə bir hadisə baş verir ki, inqilab baş verir, monarxiyanı devrirlər, respublika qurulur. Və 1918-ci ilin noyabrında, buna yazmışam bura, köməyin yox, Kompeyn, səhv yazılır, Kompeyn sülhü imzalandı. Bəli, Kompeyn sülhü nə idi? Almaniya təslim oldu və Birinci Dünya müharibəsi başa çatdı. Ümumiyyətcə, müharibədən sonra beynəlxalq münasibətləri nizamlamaq üçün də Paris konfransı çağıracaq ki, biz onu Paris konfransından danışanda danışacağıq. Müharibədə Dörtlər İttifaqının məğlub olmasının səbəbi yazmışıq. Yəni, Birinci Dünya müharibəsi nəticəsi olur ki, Antanta müharibədə qələbə çalır. Eyni zamanda Almaniyadır, Avstriya, Macaristandır, Osmanlıdır, Rusiyadır. Bunlardakı olan quruluşlar tab gətirmir. Çürük quruluşudur da onların quruluşları. Onlar müharibədən çıxa bilmir həmin quruluşlar və dağılır. Görmürük biz Rusiya tarixində, eyni zamanda Almaniyanın özü, Avstriya, Macaristan, Osmanlı, bunların hamısında hakimiyyət dəyişiklikləri baş verdi. Və hətta deyirik müharibə nəticəsində bəli 10 milyonlarla insan nə olur? Həm mülki, həm də hərbi insanlar, yəni hərbi döyüşçülər həlak olurlar. Və eyni zamanda biz burada qeyd eləmişdik axı, müharibədə niyə görə Dörtlər İttifaqı məğlub oldu? Çünki Almaniya həmin maddi cəhətdən, həm də canlı qüvvə cəhətdən Antantadan zəif idi. Və eyni zamanda Almaniyadır, onun müttəfiqləridir. Bunlar da iqtisadi cəhətdən geri qalırdı. Ona görə də həmin müharibədə də Antanta qələbə çaldı. Və eyni zamanda biz burada böyük yalan var, uydurma erməni soyqırımı. Çünki biz dedik axı baş verir, bu adını siz deyin.